Bir uşaqla getməli oldum. 3n minus kök altında 9n'in kvadratı minus 8n üzerine gəlsin 2. Bunu özünün qoşmasına vururam. Özünün qoşması da məlum məsələdir ki, nəyə bərabərdir? Özünün qoşması da toplamasına bərabər. Üstə gələk kök altında 9n'in kvadratı çıxaq 8n üzerine gəlsin 2. Vurduğuma nə edirəm uşaqlar, geri dönüş elib bölürəm də, elə deyil. Bölürəm 3n üzerine gəlsin kök altı 9n kvadratı çıxaq 8n üstə gələ 2. A minus b, a plus b nəyə nasıldır? A'nın kvadratı minus b'nin kvadratı nasıldır? Məxrəc hissəsinə isə toxunmuram. Kvadrat kökü siləcək, qalacaq 9n'in kvadratı. Qarşıda mənfi olduğu üçün işarələr əksinə dəyişəcək. Mənfilər müsbət olacaq, müsbətlər də mənfi olacaq. Məxrəc hissəsinə isə hələ ki toxunmuram. Mənfi müsbət gedəcək. Surətdə qalacaq 8n çıxaq 2. Məxrəcdə də qalacaq 3n üzərinə gəlsin 9n kvadratı çıxaq 8n üzərinə gəlsin 2. Nəyə böləcəyik? N dəyişəninə. N dəyişənə böldükdə n gedir. 2n'ə böldükdə sonsuza bölmək sıfıra yaxınlaşır. N gedir. Burada kök ifadə olduğu üçün n'ə deyil n kvadratına bölürəm. N kvadratı gedir. 8n n kvadratına böldükdə sıfıra yaxınlaşır. Sonsuzluqdur çünki. 2'ni n kvadratına böldükdə sıfıra yaxınlaşır. Deməli bizim cavabımız oldu. 8 bölünsün 3 üzerine gəlsin kök altında 9. Kök altında 9'dan da bilirik ki 3 çıxır. Cavab 6'da 8. Bu da 2 yıxsa gedəcək. Qalacaq cavabda 3'də 4. Yani doğru variantımız 3'də 4'e bərabərdir. Sonra bizim üçün nə gəlir? Sonra bizim üçün nə gəlir? Bu ifadədir. Fikir verin. Bu ifadədə qoşma falan lazım değil bize. Sadece bölürük də. Şifayı demiştik bunu. Necə eləyirik? N kvadratına bölürük də. N kvadratına n kvadratına bölürük də 4. 3 n'i n kvadratına böldükdə sıfıra yaxınlaşır. 1 n kvadratına böldükdə sıfıra yaxınlaşır. 5 n'i n kvadratına bölməyəcəm. Niyə ayməlim? Çünki köksüzdür. N kvadratına kökdən n çıxdığı üçün n'ə böləcəm. 2 n'ə böldükdə sıfıra yaxınlaşır. Cavab olur aşağıda. Nə olur cavab? Kök altında 4 bölək 5 kök 4'dən də 2 çıxdığı üçün cavab olacaq 5'də 2 Y variantı. Eyni qayda ilə 26 da eyni qayda ilədir. Baxın. N'i n'ə böldükdə 2, 7'ni n'ə böldükdə sıfıra yaxınlaşır. N kvadratını n kvadratına böldükdə 9, 6 n'i n'ə böldükdə sıfıra, 1'i də n kvadratına böldükdə sıfıra yaxınlaşır. Qalır. Nə qalır? 2 bölünsün kök altında 9. 9'dan da 3 çıxacaq. 3'də 2. Yəni doğru variant D variantı. Gəlirik növbəti suala. 27-ci suala. 27-ci sualda 6 vuraq 9 üstü n. 9 üstü n'in yerine yazıram ki 3 üstü n'in kvadratı. Üstə gələk 1. Bölək 2 vuraq 3 üstü n. Üstə gələk 1. Çıxaq 3 üstü n. Vuraq 3 üstü 1. İnşallah ben burada ortaq məxrəci gətirib yazarım. Ama bir sizlə baş verəcək. Biraz başınızda qarşılıq olacaq. Ona görə mən 3 üstü n'i bir dənə n ilə əvəz edirəm. Gəlirəm burada yazarım 6 vuraq n kvadrat üstə gələk 1 bölək 2 vuraq n üstə gələk 1. Çıxaq n vuraq 3. Sonra məxrəcini bir dənə 1 yazacağım. Bunu ortaq məxrəci gətirəcəm. Olacaq 2n üstə gələk 1. 2n üstə gələk 1 1. Burada da 2n üstə gələk 1 edir. Olacaq 6 n'in kvadrat üstə gələk 1. Çıxaq. Fikir verin. 3 n'i 2 n'ə vurduqda nə edəcək? 6 n kvadratı müəllim. Aferin. Yaxşı. 3 n'i 1'ə vurduqda nə edəcək? 3 n müəllim. Bəli. Bunlar gedəcək, qalacaq. 1 çıxaq 3 n bölək 2 n plus 1. İkisində də dəyişən eyni dərəcədəndir. N'dir. O zaman bunları yox kimi fərz edəcəyik. Demişdim bayaq. Çünki sıfıra yaxınlaşır. Mənfi 3 n bölək 2 n. Cavab mənfi 3 bölək 2. Doğru variant C variantı. Sonra gələcək nə? 29-cu sual. Mən neçəni işləyirdim? Buranı işləyirdim. 27'ni mi işləyirdim? Qaydım geriyə. Bəli 27'ni işləyirdim. 28'e keçək C variant. 28. sual. 28. sualda eyni qaydayla yazacağım aşağılar.
Yazmayıb ki 6 vuraq 9 üstə n. 9 üstə n-in yerinə yazım 3 üstə n-in kvadratı üstə gələk 1 bölək. 2 vuraq 3 üstə n üstə gələk 1. Çıxaq 3 üstə n üstə gələk 1. Yenə özüm üçün n yazım 3 üstə n-i əvəz edəcəm. Yazacağım 3 üstə n bərabər n olsun. İşim rahat olsun deyirəm bunu. 6 n-in kvadratı üstə gələk 1 bölək. 2 vuraq n üstə gələk 1. Çıxaq. 3 üstə n üstə gələk 1-i də ki mən əvəz etmişəm axı. Yazıram bunun yerinə 3 üstə n vuraq 3 üstə 1 yazıram. 3 üstə n vuraq 3 üstə 1. Bax burada, bax bu hissədə. Yazım 3 üstə n vuraq 3 üstə 1. Aha, 3 üstə n-i də əvəz etdiyim üçün olacaq 3n. Məxrəcə bir dənə 1 yazacağım yenə. Ortaq məxrəc 2n plus 1 olacaq. 2n plus 1'ə böldükdə 1, 1'ə böldükdə isə 2n plus 1-dir. 6n kvadratını 1'ə vurduqda olacaq 6n kvadratı. 1'i 1'ə vurduqda 1 çıxaq. Mənfi 3n-i 2n'ə vurduqda nə olacaq? Mənfi 6n kvadratı. 3n'i 1'ə vurduqda olacaq mənfi 3n. Bunlar burada gedəcək. Olacaq 1 minus 3n bölək 2n plus 1. Yenə bunlar yoxmuş kimi təsəvvür edəcəm. Çünki sonsuzluğa bölməkdir. Bölünsün 2n. Cavab mənfi 2'də 3. Yəni doğru variantımız. Düzümü köçürtmüşəm. Bir dənə baxın uşaqlar buna. 6 vuraq 2 vuraq 3n plus 1 minus 3n vurulsun 3 üstü 1. 3 üstü n'i bir dənə n ilə əvəz etdik. 6 vuraq n kvadratı üstə gələk 1. 2 n üstə gələk 1. Çıxaq. 3 üstü n'i bir dənə n ilə əvəz etmişəm. Bəli. 3n. 6n kvadrat üstə gələk 1. Mənfi 3n'i 2n'ə vurduq. Mənfi 6n kvadratı. Mənfi 3n'i 1'ə vurduq. Mənfi 3n qaldı. Elə deyilmi? Aşağıda ortaq məxrəcimiz. Mən uşaqlar buranı yox, düz yazmışam. 2'dir də cavabımız. Düz yazmışam. Y variantı. Bəli, düz. Sonra gəlir 29-cu sualımız. Sonra növbətidə limit en yaxınlaşır sonsuzluğa x-in bərabərdir 3'ə. Limit en yaxınlaşır sonsuzluğa 5x-in. Bunu biz belə yazarıq. Limit en yaxınlaşır sonsuzluğa 5xn çıxaq 2yn-i yazarıq. Limit en yaxınlaşır sonsuzluğa 5xn çıxaq 2 limit en yaxınlaşır sonsuzluğa 2yn. Elə deyilmi? 5'i qarşıya çıxartsaq qalacaq limit en yaxınlaşır sonsuzluğa xn çıxaq limit en yaxınlaşır sonsuzluğa yn. Bunların da qiymətini aş olur. Burada bizə verib. Birinin qiymətini 1 verib, birinin qiymətini 3 verib. 5 çıxaq, 2 vuraq, 3. Cavab. Yox, elə o birisindən baxdım. Birinin qiymətini 3 verib, birinin qiymətini 1 veribdir. O zaman birinin qiymətini 3 verib. 5 vuraq, 3 çıxaq, 2 vuraq, 1. 15 çıxaq, 2. Cavab 13. B variantı. Şifahi desə lap rahatdır da. Yəni lazım deyil uşaqlar bu qədər haqqı hesabı buraya yazmaq. Burada 2 üstü x, burada 2x'n deyil. 2'ni vuracaqsınız 1'ə 2 üstə gələk. Y-in deyil 3. 4'ü vuracaqsınız 3'ə 12. Cavab 2 üstə gələk 12 14. Eyni burada da 5'i vuracaqsınız 3'ə 15. 2'ni vuracaqsınız 1'ə 2. 15'ten 2 çıxacaqsınız 13. Eyni qaydadır. Sonra gələcək 21-ci misal. 21'də deyir ki, 31'də deyir ki, 3-cü dərəcədəndir. Ay Yusuf, bugün siz üzr hesab edin uşaqlar, imkan vermədilər bugün. Hə. Baxdıq nəyə? N kubuna bölürük. 3-cü dərəcədəndir. N kubuna böldükdə fikir verin nə baş verir? Burada n kubuna böldükdə qalacaq burada 8. Hem de 3-cü dərəcədə. 2 üstü n'i n kubuna böldükdə 0'a yaxınlaşacaq. 1'i n kubuna böldükdə 0'a yaxınlaşacaqdır. Bunun dərəcəsi 3'də axı. Mən 3-cü dərəcədən olduğu üçün n kubuna bölmüşəm. Bəs indi 3-cü dərəcədən n kubundan n çıxmır. Çıxır müəllim. Onda aşağı nəyə böləcəm? N'ə böləcəm. Gedəcək n. 3'ü də n'ə böləndə 0'a yaxınlaşır. Cavab olacaq 3-cü dərəcədən 8 bölək 4.
Yəni 2 bölək 4, o da olacaq 2-də 1. 31-ci sual. 32-ci sualımıza gələk. O da eyni qayda ilədir uşaqlar. Orada da yenə n kubuna böləcəm, gedəcək. 8 n kubuna böldükdə dəyişən məxrəcə çox olduğu üçün sıfıra yaxınlaşır. 1 n kubuna böldükdə sıfıra yaxınlaşır. Bunu n kubuna bölmürəm, n-ə bölürəm. Çünki 3-cü dərəcədən n kubundan kökdən n çıxır. 3-ü n-ə böldükdə sıfıra yaxınlaşır. Cavab nə olur müəllim? Cavab 5, 3-cü dərəcədən 27. 27 də nəyin kubudur? 3-ün kubudur da. Kökdən 3 çıxır. 3 bölək 5, cavab 5-də 3. 32-ci sualdır. Cavab 5-də 3, yəni 0,6. 33-cü sual. Limitini hesablayın. Köçürdüm bura. 1 bölünsün 5 üstü n. Üste gələk 6n bölünsün. Kök altında 4n kvadratı çıxaq 5. Uşaqlar 1 üstü n elə 1-dir. Bölək 5 üstü n. Üste gələk 6n bölək kök altında 4n'in kvadratı çıxaq 5. 5 üstü sonsuzluq ay uşaqlar sonsuzluq edir. Yəni 5'i sonsuzluq dəfə bir-birinə vurduqda sonsuzluq edir. Ədədi də sonsuzluğa böldükdə ədəd nəyə yaxınlaşır? Sıfıra. 0 üstə gələk. Yuxarı hissəni n-ə böləcəm. Qalacaq 6. Aşağı hissəni n kvadrat. Niyə müəllim n kvadrat? Çünki kökün altındadır. Burada n kvadrat gedəcək. 5'i n kvadratına böldükdə, sonsuzluğa böldükdə sıfıra yaxınlaşdıqca bu hissə olacaq 0. Olacaq kök altında 4 minus 0. 6 bölək 2 cavab 3. Deməli 33-cü sualın cavabı oldu 3. 34-cü sualımız. 34-cü sualda isə biz bunu sadələşdirməliyik. Yuxarı hissəni yəni burada n kubu minus 3n'dən n ortaq vuruq kimi çıxardasıyıq. N kubunu n'ə böldükdə belə yazım, yaxşı qoy bütöv yazım. Minus 3n bölək 2n kvadratı minus 3 minus 5n kvadratı minus n kubu bölək 3 minus 2n'in kvadratı. Burada ne edirik biz? Burada n ortaq vuruq kimi çıxaracağım. N kubunu n'ə böldükdə n kvadratı. 3n'i n'ə böldükdə ihtiyacı var mı? Yoxdur. Ninirəm ki çıxardım. Zaten gedəcək də bunlar. Burada birinci kəsir olduğu kimi yazırıq. Bu ifadədə mənfini qarşıya ötürəcəm. Bax, mənfini qarşıya ötürəcəm. Bu mənfini ötürəcəm bura. O zaman mənfi mənfiyə toxunacaq olacaq müsbət. Və 3 minus 2n kvadratı deyil de 2n kvadratı minus 3 olacaq. Surətdə olduğu kimi yazırım. Kəsirlərin fikir versəniz uşaqlar məxrəcləri eynidir. O zaman məxrəc olduğu kimi qalır. Surətlər isə toplanılacaq. N kubu çıxaq 3n üstü gələk 5n kvadratı çıxaq n kubu. Tez bunları mənfi müsbət olduğu üçün aparırıq. Məxrəc olduğu kimi qalır. Olacaq 5n kvadratı çıxaq 3n. Bölünsün 2n kvadratı çıxaq 3. Biz ən böyük dəyişən nədir? Burada n kvadratıdır. Qüvvəti n kvadratına böləcəm 5 qalacaq. 3n n kvadratına böldükdə 0 yaxınlaşacaq. 2n kvadratına n kvadratına böldükdə 2 qalacaq. 3n kvadratına böldükdə 0 yaxınlaşacaq. Cavab 2-də 5. Yəni 2,5. Sonra gəlir neçənci sual idi? 34. Sonra gəlir 35-ci sualımız. 35'te bizə nə deyir? 35'te deyir ki limit n yaxınlaşır sonsuzluğa 3'də 1 üstə gələk 2 bölək n. Elə deyil mi? Burada belə eləyəcəm mən. Üstü n-də limit n yaxınlaşır sonsuzluğa 3 ilə n ortaq məxrəc 3n. 3'ə böləcəm n, n-ə böləcəm 3. Qalacaq n üstə gələk 6. Çünki 2'ni 3'ə vurdu 6. Üstündə nə? N. Olacaq limit n yaxınlaşır sonsuzluğa n plus 6 bölünsün 3n üstündə n. Burada n'i n'ə böləcək. Axı sonsuzluğa yaxınlaşır 1 edəcək. 6'nı n'ə böləcək 0 edəcək. Elə deyil mi? Sonra bəli düzdür. 3n'i də n'ə böləcəm. Nə olacaq? 3 edəcəkdir. Deməli bizim cavabımız nə oldu uşaqlar? Limit n yaxınlaşır sonsuzluğa 3'də 1 üstündə n. 1 üstü n elə 1 edir.
3 üstü n ise sonsuzluğa yaxınlaşdığı üçün 3 üstü n, 3 üstü sonsuzluq deməkdir. Ədəd də sonsuzluğa böldükdə sıfıra yaxınlaşır. Yəni cavab 0. 36. 36-da ədədi silsilə kimi cəmdir. Birinci əddi 1'dir, sonuncu əddi n'dir. Ədədi silsilənin cəm düstunlucu A1 üstə gəlir AN bölək 2 vuraq neçə dənə hədd var? N dənə hədd var n. Bölək məxric hissəsinə toxunmuruq. Bərabərdir. N'i 1'ə vurduqda n, n'i n kvadratını n'ə vurduqda n kvadratı bölək 2. Məxric hissəsinə isə toxunmuruq. 2 də əlbəttə ki, düşəcək aşağı kəsrlər qaydasından bilirik. 2'ni n kvadratına vurduqda 2n, kvadratı 2'ni 2n'ə vurduqda 4n, 2'ni 5'ə vurduqda 10. Surət hissəsinə toxunmuruq. Ən böyük dərəcəm nədir? N kvadratı. Bunları yoxmuş kimi təsəvvür edirik. Gedir, qalır 2'də 1. Bu neçənci sual idi? 36-cı sual 2'də 1. Bəli. Sonra gəlir 37. 37-ci sualda bir dəqiqə. 37-ci sualda bizə nə deyir? N sonsuzluğa yaxınlaşır. Əla. 3 üstü n minus 2. Burada da çalışmırıq aşağı. Baxın 3 üstü n minus 2 deyil. Misalı görmüşsünüz, əvəzləmə aparın. Onda elə gözəl alınır ki, misal. 3 üstü n'i bir dənə n-lə əvəz etsək, olacaq n minus 2, 2n minus 1. Dedim də bayaq, n'ə böləcəm hamısını. N'ə böləndə burada nə edəcək? 1. 2 n'ə böldükdə n'lər gedəcək. 2 n'ə böldükdə sonsuzluğa böləndə 0'a yaxınlaşır. Sonsuzluğa böləndə 0'a yaxınlaşır. Cavab 2'də 1. Yəni həmin ifadənin də qiyməti 37'nin də qiyməti 2'də 1. Yəni 0,5'ə bərabərdir. 38-ci misala qaydırıq. 38-ci misalda da yenə eyni qayda ilə əvəz etmək ən gözəl variantdır ki, mənə rahat olsun. Minus 3 bölək 4 vuraq 2 üstü n minus 1. Yenə 2 üstü n'i bir dənə n ilə ifadə edəcəm. Yazacağım n minus 3 bölək 4 vuraq n minus 1. Yenə uşaqlar bu da 0'a yaxınlaşır, bu da 0'a yaxınlaşır. Qalır n-ə böldükdə 1, 4 n-ə böldükdə 4. 4'də 1 o da olacaq 0,25. 39. 39-cu sualda silsilə deyir aynı ədəd silsiləsində A1 bərabərdir 4. Silsilə fərqi 8'dir. S'n bölünsün n üstə gələ 2'ni istəmir məndən. İstəsində. S'nin düsturumuz necə idi? A1 və D də içində olan. 2 dənə A1 üstə gələk n minus 1 vuraq D bölək 2 vuraq n bölək n plus 2'nin kvadratı misalın özüdür. Neyinirəm? Yerinə yazıram. Burada yoruculuq eləməyəcəm. Bu hissə var ha. Bu hissəni düşəcəm aşağıdan yazacağım. Yazacağım 2 vuraq. A1'in yeni qiyməti 4. Üstə gələk. N minus 1 vuraq. D'nin qiyməti 8. Bölək 2 vuraq n. Olacaq. 2 dəfə 4'ün 8. Üstə gələk. 8'i n'ə vurduqda 8n. 8'i 1'ə vurduqda mənfi 8. Bölək 2 vuraq n. Mənfi 8 müsbət 8 islah olunur. 8 n'i 2'ye böldükdə 4n vuraq n. Yəni olur 4n'in kvadrat. Yəni bu hissəmiz oldu 4n'in kvadrat. Elə deyilmi? Onda bu hissəmiz 4n'in kvadratı olduğu üçün bu ifadəni aşağıdan yazacağım. Yazacağım ki 4n'in kvadratı bölək n üstə gələk 2'nin kvadratı. Əlbəttə ki limit sonsuzluğa yaxınlaşanda. Müxtəsərlə atsaq aşağıda olacaq n kvadrat üstə gələk 4n üstə gələk 4, yuxarıda olacaq 4n kvadrat. Dedim ki digər hissələrə baxmırıq, dəyişən n olan yerlərə baxırıq. N kvadratı gedir. Cavab olacaq 4. 39-cu sualda 4 çox qəşəng sual idi, çətin deyildi. 2 mövzu bir aradadır. Sonra gəlir 40-cı sual. 40-cı sualda da silsilədir. Limit n yaxınlaşır sonsuzluğa. S'n bölünsün n üstə gələ 2'nin kvadratı. Yenə eyni qayda ilə S'ni qəşəng səliqənlə aşağıda edəcəm. Düsturumuz necə idi? 2 dənə A1 üstə gələk n minus 1 vuraq D bölünsün 2 vuraq n. 2 vuraq A1'imiz var. A1'imiz neçədir? 3 üstə gələk n minus 1 D'miz var. D'miz neçədir? 6 bölək 2 vuraq n. 2 dəfə 3'ün 6. 6'nı yenə vurduqda 6. 6'nı mənfi 1'ə vurduqda mənfi 6 bölək 2 vuraq n. Mənfi 6 müsbət 6 gedir. 6n'ni 2'yə böldükdə 3n vuraq n. 3n'in kvadratı. Elə deyilmi? Onda bizim
Bu qismimizdə SN-in yerində nə oldu? 3 n kvadratı. Müxtəsərlə atsam n kvadrat üstə gələk 4n üstə gələk 4. Bu hissələr yoxdur. Dəyişən eyni olan qalacaq. Cavab 3 edəcək. 39-cu 40-cı sualda. 40-cı sualda cavab 3 edəcək. Sonra gəlir 41. Baxırıq. Ən göşəl tənbəl variantı nə idi? Atırdıq, gedirdik. Bunlar sıfıra gedəcək. Olacaq 4 bölək A bərabərdir A bölək 9. Çarpaz vursaq A'nın kvadratı bərabərdir 36. A da bərabərdir 3. A da bərabərdir -3. Yəni A 3 və A -3'dür. A'nın ala biləcəyi qiymət 3'ə bərabərdir. Bəli, A'nın ala biləcəyi qiymət 3'ə bərabərdir. 41. Birinci sualımıza yazırıq. Bir dəqiqə. Yox, 36 niyə mən 3 yazdım ki? Bura nəyin kvadrat? 6. A'nın ən böyük qiyməti 6'dır. Birinci sual oldu C. Gəlirəm ikinci suala. Mən nəyə baxırdım? Şu ən böyük dərəcə elə deyil. Ən böyük dərəcə baxırıq ki, aşağıdadır. Mən dedim ki, ən böyük dərəcə aşağıda olduqda ifadənin ümumi qiyməti nəyə bərabər idi? 0'a bərabər deyil idi. 0 bərabər A bölünsün 4'dürsə A bərabər olacaq 0'a. Yəni ikinci sual A variantı. Sonra üçüncü sualımız. Üçüncü sualda da bizə deyir ki, yenə n kvadrat bu hissəni yoxa çıxardıq. Çünki aşağıda da n kvadrat var, yuxarıda da bu hissədə. Çünki sıfıra gedir bunlar. N kvadratlar da ixtisara gedəcək. Qalacaq A bölək 5 bərabərdir 5 bölək 3. Elə deyil mi? A bölək 5 bərabər 3 bölək 5. Bunlar ixtisara gedəcək. A nəyə bərabər olacaq? 3'ə. Üçüncü sual Y variantı. Deməli, birinci sualımız oldu. 1'ə nə dedik? 1'ə C dedik. 2'ye dedik. A 3'ə dedik. Y. İndi D ilə B qaldı. Bizdə D ilə B qaldı. Baxaq görək. B heç birinə uyğun gəlmir bu heç. Çünki D istənilən bərabərlikdə uyğun gəlir. D-nin ən kiçik qiyməti -6'ya bərabər. Bəli. Burada A 6 və -6'dır. Yəni 1'ə həm də D uyğun gəlir. C ilə D. Sonra gəlirəm 42-ci suala. 42-ci sualda eni prizma ilə yanaşsaq, bu enlər gedəcək ixtisar. Bu hissə 0'a bərabərdir. 4 bölək A bərabərdir A bölək 16. Çarpaz vursaq A'nın kvadratı bərabərdir 64. Nəyin kvadrat 64 idi? 8'in və -8'in. Bizə nə deyir? Alacağı ən böyük qiymət 8'dir. 1B düzdür. Ən kiçik qiymət -8 Y düzdür. İkinci sualda çox ifadə aşağıda olduğu üçün ümumi qiymət 0'a bərabərdir. O zaman 0 bərabərdir A bölək 8'dən. A'mız da 0'a bərabərdir. İkinci sual C variantı. Üçüncü sual. Ən böyük qüvvət yuxarıda n kvadrat var. Aşağıda da digərlərini o zaman 0 kimi xəyal edirik. N kvadratları gedir. Olur A bölək 7 bərabərdir 2 bölək 7. 7'lər də gedəcək. A nəyə bərabərdir? 2'yə. A variantı. Deməli 1 oldu B'ye, 2C, 3 A'ya bərabərdir. Tutardım. Funksiyon limitində görüm çəkib atacağım.